Allah Teala göz ayədə ki, and olsun əsr çağına. And içir Allah Teala. Sonra nə deyir Allah Teala bu ki, innəl insənə ləfi xusur. Həqiqətən insan ziyan içərisindədir. Bütün insanlar ziyan içərisindədir. Bütün insanlar. Burada Allah Teala elə bir qrammatik qayda işlədib ki, innəl insan, yəni əl-insan kəlməsi istiğraqiyyə deyirlər. Burada olan əliflən əl-istiğraqiyyə, yəni umumiliyi bildir. Bütün insanlar xusran içərisindədir. Düzdür, bəzən görürsən, ərəb dili bilməyən insanlar, dinin adından danışan insanlar, məsələn, ərəb dilində bilmir adam, ərəb dilindən, belə də heç orta səviyyədə də bilmir, bəzi öyrənib bəzi feilləri, keyfi halı kəzab. Quran-ı Kərimdə harada əlifləm görsə deyir ki, müəyyənlik mənası verir. Bu inşallah əlavə fayda olsun. Məsələn, burada olan əlifləm istiğraqiyyə mənasındadır. Yəni, bütün insanlar ziyan içərisindədir. Niyə görə? Çünki Allah Teala sonra buyurur ki, illellezine amenu. O kəslərdən başqa ki, iman gətiriblər. Allah Teala umumiliyi deyəndən sonra istisna eləyir. İllə gətirməklə, illə ədatını gətirməklə Allah Teala istisna eləyir burada ki, o kəslər xusran içərisində deyil, onlar elm öyrənirlər, inşallah arxasını qeyd eləyəcək. Burada olan əlifləm istiğraqiyyə mənasını verir. Yəni, bütün insanlar harada əlifləm görsə, məsələn, deyir ki, burada əlifləm müəyyənliyi bildirir, burada müəyyən insanlara aiddir. Əgər müəyyən insanlara aiddirsə, məsələn, burada əlifləm necə tərcümə eləyəcəksən? Müəyyən insanlara aid olsa, niyə görə Allah Teala onunla istisna gətirir? Zaten elə müəyyən insanları deməklə Allah Teala qeyd edir onu. Bu onu göstərir ki, ərəb dilindən insanın başı çıxmır. Ərəb dilini bilmir. Çünki əlifləmin bir neçə mənası var. Mənalarını bilmədiyinə görə bir mənadan yapışır. Bax, lüğət kitablarına və ya qrammatika kitablarına orada görəcəksən ki, əlifləm bir mənada deyil. Bilməyən insanlar da məsələn onunla danışırlar. Məsələn, adam deyir ki, Quran-ı Kərimdədir, harada Allah Teala deyir ki, İbrahimin məqamını özünüzə namazgah götürün. Ayədə deyib Allah Teala, Əl-İmran surəsində وَاتَّخِذُوا مِنْ مَقَامِ İbrahimə musallə. İbrahimin məqamını özünüzə namazgah götürün. Əl-İmran surəsində ayədir. Harada deyir? Bu ayədə. Allah Teala deyir, وَاتَّخِذُوا götürün. Nəyə götürək? مِنْ مَقَامِ İbrahimə musallə. İbrahimin məqamını namazgah. İndi həc eləyən insanlar, ümrə eləyən insanlar, müsəlmanlar, Allahın bu ayəsinə uyğun İbrahim Aleyhisselamın məqamını özünə namazgah götürüb, o yerdə 2 rükət namaz qılırlar. Bu ayələrlə həc və ümrələr əda olunur. Və məsələn, insan həcci inkar eləyir. Deyir ki, bugünkü həc o həc deyil. Yaxşı, hansı həcdir? Mən deyən həcdir deyir. Mən deyən düzdür. Niyə sən deyən düz olmalıdır? İminə sən deyən niyə düz olur ki? Milyonlarla müsəlmanlar var, əgər Quranla getmək lazımdırsa, mütləq şəkildə Qurandırsa, izah da lazım deyilsə, onda sənin izahına niyə məcburuq götürməyə biz? Allah Teala başqa ayədə buyurur ki, وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ. Allah üçün insanların üzərinə vacibdir. Alən-nəsi, insanlara vacibdir. Yəni Allah Teala deyir, insanlara vacibdir. Sən necə təyin elədin ki, bəzi insanlara vacibdir? Bütün insanlara vacibdir. Sonra Allah Teala izah verir. O insanlar ki, istata'a ileyhi səbilə, onun gücü çatar yola çıxmağa. Yəni həm maddi imkanı olmalıdır, həm də adam sağlam olmalıdır. Canı sağlam olmalıdır. Deyir, yox, həc müəyyən insanlara lazımdır. Və ora bir məntəqə kimidir həc. Müəyyən ölkələrdən və ölkələrin hamısından bəzi şəxslər gəlir dövlət məsələlərini həll eləməyə. Kim belə bir təfsir verib bu ayələrə səndən qabaq? Kim belə izahlar verib? 1400 ildir bu ayələr Allah və Rəsulunun muradına uyğun başa düşülür. İndi məsələn bir adam çıxıb deyir ki, yox, burada həc bütün insanlara yox,
müəyyən insanlara aiddir. Və qrammatika bilmir, sözləri nə düzgün tələffüz eləyə bilmir. Adam məsələn deyir ki, ərəb dilində 3 dənə s hərfi var. Var sə, var sin, var sad. Bunları deyir, Quran-ı Kərimdə dəyişdirsən, mənada küfr eləyə bilərsən. Lakin o, Quran oxumasına baxanda, görəndə adam özü hər bir hərfi qarışdırır. Məsələn, Bismillahirrahmanirrahiminə baxanda adi hə hərfi ilə hə hərfini qatışdırır. Əslində düz deyir, hərfləri qarşıdanda məna küfr olur. Lakin o küfrü özü eləyir. Baxırsan ki, yəni ərəb dilinin hərflərini seçə bilməyən bir insan böyük imamların verdiyi təfsirlərə deyir ki, batildir hər biri. Yəni Allah Teala Quran-ı Kərimdə qurban kəsməkdən danışır. Və 1400 ildə o qurban kəsmək tətbiq olunur. Muhammed sallallahu aleyhi ve sellem özü öz əli ilə qurban kəsir. Sahabələr qurban kəsir. Tabeinlər və günümüzə qədər bu ibadət yaşanır. Adam deyir ki, yox, indiyə qədər hamı səhv eləyib, qurban kəsmək lazım deyil, sən demə boş şeymiş, orada məna o yox, bu imiş. Yəni, belə insana inananlar var. Siz təsəvvür edirsiniz. İnananlar var. Məsələn, başqa bir batil fikir. Adam deyir ki, məsələn, bir qadın namazı gündəlik hansı halda, hansı formadadırsa, o formada qıla bilər. Biz də bilirik ki, qardaşlar, əlhəmdülillah ölkəmiz müsəlman ölkəsidir. Namaz qılan insanların, qadınların əksəriyyəti başını bağlayır. Və bəziləri də bağlamır. Allahdan istəyir ki, Allah Teala onları islah etsin, hicab bağlamağı onlara müvəffəq etsin, asanlaşdırsın. Lakin onların özləri etiraf edir ki, namaz hicabsız, namaz qılmaq olmaz. Hicabsız deyir, namaz düz deyil. Namaz qılanda hicabını bağlayır. Sonra məsələn, gedəndə, küçədə, bayırda, işini dalayacaqsan, açır. Bu da nəfsi bəhanədir, bəzilərdir ki, Allahdan gəlsin, bağlayarım, Allahdan gəlib, ayələr gəlib, başqa heç nə gəlməyəcək. Bu insan deyir ki, yox, hicab lazım deyil. Məsələn, qadın gündəlik hansı paltarda geyimdədirsə, o geyimdə namazın qılsın. Qadınların da geyimləri ümumi olaraq məlumdur. Məsələn, evinin içində hansı paltarda gəzirsə, saçı açıq, ayaqları açıq, namaz qıla bilər deyir. Yaxşı, Muhammed sallallahu aleyhi ve sellemə bu ayələr nazil olanda, onun qadınları bu ayələri necə tətbiq elədi? Və möminlərin qadınları necə tətbiq elədi? Ya eyyuhən nəbiyyü, qul li əzvacikə və bənatikə və nisəil müminin yudninə aleyhinnə min cələbibihinnə. Bu ayəyə, ey Peyğəmbər, ey Nəbi, yoldaşları var, qızları var, möminlərin qadınlarına, qızlarına da ki, örtüklərini örtünsünlər. Yəni, bu ayələrin hər birisində siz təsəvvür edirsiniz ki, hamısı xətadır, düzgün başa düşülməyib, mən düz başa düşmüşəm, mənim dediyim kimi eləyin. Özünə bağlıdır insanlara. Hamısı batil fikirlərdir. Belə insanlara dinləmək olmaz, belə insanlara qulaq asmaq olmaz. Əksinə, onları tərk eləmək lazımdır. Allaha çoxlu dua eləmək lazımdır ki, Allah Teala qəlbimizi belə insanların hiləsi ilə, fitnəsi ilə azdırmasın. Vallahi batil fikirlərdir. Quran-ı Kərimdə Allah Teala nə deyibsə haqdır, necə Muhammed sallallahu aleyhi ve sellem başa düşüb, necə sahabələr əməl eləyib, necə onlardan sonra gələnlər, bugün də onlar əməl olunur və şaz bir insan, qıraqda qalmış bir insan, tək bir insan deyir ki, yox, hər biri xətadır. Xəta sən eləyirsən. İlk öncə dəlil gətirdiyin Quran-ı Kərimi oxuya bilmirsən. Və deyəndə ki, Quranı oxuya bilmirsən, deyir ki, yəni məgər Quran-ı Kərimi oxumaq budurmu avazla oxuyasan? Bəli, Quran-ı Kərimi oxuyanda dəstəmaz almalısan. Quran-ı Kərimi oxuyanda Quranın təcvidini bilməlisən. Quran-ı Kərimi oxuyanda aramla varattilil Qur'anə tərtilə. Allah Teala deyir, varattilil Qur'anə tərtilə. Quranı aramla oxu. Allah Teala deyir, sən aramla da oxuya bilmirsən axı. Sən ayənin başından elə başlayırsan ki, axırında çıxırsan, hiss olunmur orada nə deyirsən. Məgər bu Quranla ədəbdir? Sən Qurandan insanlara dərs deyirsən. Budur Allahın kitabına olan hörmət.
İnkar elədiyin həcdə insanlara namaz qıldıran imamların Quran-ı Kərimi oxuması və sənin Quran-ı Kərimi oxuman ağlı olan insanlara din, İslam üzərində olan müsəlmanlara buradan sual verir. Baxın, Quran-ı Kərimi düzgün oxuyan insanların Quran-ı Kərimi oxumasına və belə insanların Quranı oxumasına baxın. Vallahi səmimi baxsan, insafla yanaşdan görəcəksən ki, bu adam dəlil gətirdiyi kitabı hələ tələffüs eləyə bilmir. Necə ola bilər sənin adında olan hərfləri biz tərsinə desək, məsələn, ənən, A-nın yerini dəyişsək, sənə xoşuna gələr? Deyəcəksən ki, xeyr. Sən heç Allah Taala'nın kitabının hərfləri düzdürmürsən. Necə Allahın xoşuna gələcək bu? Yəni fikir verirsiniz, insanlar nəfslərini müdafiə edir, insanları özünə bağlayır. Və deyir ki, mənim təfsirimə görə, mənim başa düşdüyüm budur. Yaxşı, sənin başa düşdüyün budur. Əhməd də başqa cür başa düşür, Hüseyin də başqa cür başa düşür, Ayşə də başqa cür başa düşür, misal olaraq. Sən də belə başa düşmürsən, onlar da belə başa düşür. Niyə görə sən onların hamısını sürükləyirsən ki, bu cür başa düşməlisiniz, mən başa düşdüyüm kimi. Sən özünə bağlayırsan insanları. Özünə. Sən adda yeni bir məzhəb yaratmaq istəyirsən, fərqli bir yol. İstəyirsən, sənin də yolun olsun. Filan kəsin təfsiri, filan kəsin kitabları, filan kəsin yolu. Əgər Quranlandırsa, qoya hər kəs keçsin də başa düşdüyü kimi. Görürsən ki, yox, özünə bağlamaq istəyir. Allah Teala belə insanların şərindən hər birimizi qorusun.